Şaquli aşağı atılmış cismin hərəkəti, cisimlərin sərbəst düşməsi. 1. Sərbəst düşən cismin ilk 2 saniyə ərzində yer dəyişməsini hesablayın. H bərabərdir JT kvadratı bölü 2. 10 vur 2'nin kvadratı 4 bölü 2. 20 metr. 3 saniyə sonra sürəti V bərabərdir J vurulsun T. 3 vur 10, 30 verəcək. 3. Şaquli aşağı atılmış M kütləli cismin hərəkəti üçün Newtonun ikinci qanununun riyazi ifadəsi. Cismi mən şaquli yuxarı atanda bu cisim aşağı doğru gedir. Aşağı bunu mj cəzb eləyir. Yəni ağırlıq qüvvəsi. Ancaq ki, cismə təsir edən hava müqavimət qüvvəsi yuxarı olacaq. Çünki hava müqavimət qüvvəsi sürtünmə qüvvəsi kimidir. Hərəkətin əksinə yönəlir. Burada ağırlıq qüvvəsi aydın məsələdir ki, daha böyük olacaq ki, cisim aşağı düşür. Müqavimət qüvvəsi böyük olsaydı, cismi havada saxlayardı, düşməyə imkan verməzdi. Ona görə yazacağım, mj çıxılsın, F müqavimət bərabərdir MA. MA-ya niyə bərabər elədim? Çünki bu əvəzləyici qüvvənin düsturudur. Hərəkət tənliklərini yazanda axırda MA-ya bərabər edirik. 4-cü sual. Bizdən sürətin düsturunu istəyir. V bərabərdir V0 üstə gəlir JT. Çünki cisimləri aşağı atanda yeyinləşən hərəkət olur. Ortadakı işarə plusdur. 5-ci sualda yenə şaquli aşağı atılmış cismin hərəkəti işarələr plus olacaq. Y variantı. Burada yer dəyişməni istəyir. Yenə H bərabərdir JT kvadratı bölü 2. 10 vur 3'ün kvadratı 9 bölü 2. 45 metr. Ağırlıq qüvvəsi həmişə yerə doğru olur. 4'ü seçəcəm. 8-ci sualda sərbəst düşmədədir. Hansı geç çatar? Sərbəst düşmədə hava müqavimət qüvvəsi nəzərə alınmır, sırf yer cəzb edir cisimləri. Yeri də hamıya eyni təcili verir. Həmin təcili J-yə bərabərdir də. Ona görə burada biz kütləyə yox, sırf məsafəyə baxacaq ki, hansı geç çatacaq. Kim uzaqdadırsa geç çatır, o da 4'dür. Kütlənin buraya heç bir dəxlisi yoxdur. 9'da da yenə ən uzaqda olanı seçirəm, 4-cü. 10. Sərbəst düşən cismin 8-ci saniyədə getdiyi yol 2-ci saniyədə getdiyi yoldan neçə dəfə çoxdur? 8-ci saniyə üçün yazacağım S8 bərabərdir. J vurulsun. Düstur necə idi ki, belə yazaq. N-ci saniyədə gedilən yol başlanğıc sürət 0'dırsa J vurulsun 2n-1 bölü 2 kimi. 2 vur 8 çıx 1 bölü 2 kimi. Bu da 15J bölü 2 eləyir. Sonra bir dənə də ikinci saniyə üçün yazıram. J vurulsun 2 vur 2 çıx 1 bölü 2. Bu da 3J bölü 2 eləyir. Cavab neçə dəfə fərqlənir? 5 dəfə. Buradasa deyir nə qədər çoxdur. Həmin düsturları bu yazdıqlarımı yeni istifadə edəcəm. Sadəcə J-nin yerinə 10 qoyacağım. Cavabı rəqəm kimi tapmaq üçün. 15 vur 10 150 verəcək. 150'ni 2'yə böləndə 75 metr tapacağım. Burada J-nin yerinə 10 qoyanda 30 bölü 2, 15 metr tapacağım. Bunlar arasında neçə vahid fərq var? 75 çıx 15, 60 vahid fərq var. 12. Verilmiş hündürlükdən sərbəst düşən cismin düşmə müddətinin onun kütləsindən asıllıq qrafiki. Düşmə müddəti kütlədən asılı olmayacaq. Burada necə yazacaq? V0 bərabərdir. V0 yox, V bərabərdir. J vurulsun T. T də bərabər olacaq, V bölünsün J. Yəni burada kütlə yoxdur, deyən asıllıq da yoxdur. V üçün nə yaza bilərəm? Yaza bilərəm H bərabərdir. V kvadratı böl 2J. Buradan V-ni tapanda verəcək kök altı 2JH kimi kök altı düz asılıdır. B variantı. Burada T'nin H-dan asıllığı. Yazsaq ki, H bərabərdir JT kvadratı böl 2. Buradan T'ni mən tapanda 2H böl J verəcək kökün altında. Kök altı düz asılıdır. C variantı. 15'ə baxsaq, V'nin T'dən asıllığı. V bərabərdir J vur T yazsaq, T'dən düz asılıdır. T'dən düz asılıdır. O da eləyəcək Y variantı. Bu. H-ın T'dən asıllığı. H bərabərdir JT kvadratı böl 2. Kvadratik asılıdır. D variantı. 17. Kütlələri M və 4M olan iki cisim eyni vaxtda 40 metr hündürlükdən sərbəst düşür. Düşməyə başlayan 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürəti. Sərbəst düşürsə V bərabərdir JT ilə hesablanır. J 10'dur, T'də 2'dir. Vurursan bir-birinə iki cismin də sürəti 20 olur. Sürətlər arasındakı fərq də 0 olur.
Kütlənin bura dəxlisi yoxdur. Sərbəst düşmədə kütlə təsir eləmir. Havanın müqavimət qüvvəsini nəzərə alanda təsir eləyir. Məsəl üçün, bir var ki, bir dənə quş lələyi atırsan yerə, bir də var ki, ağır bir daş atırsan. Daş rahatlıqla düşəcək, çünki havanın müqavimət qüvvəsi ona nəzərən çox kiçikdir. Daş da ağırdır, yer onu yaxşı cəzb eləyir. Ancaq quş lələyi yüngüldür, havanın müqavimət qüvvəsi onu uçurdur, yerə düşməyinə imkan vermir. Havanın müqavimət qüvvəsi təsir eləyir, əgər varsa. Amma buradakı əsas suallarımızda sərbəst düşməni istəyir, yəni sərbəst düşmədə havanın müqavimət qüvvəsi nəzərə alınmır. Ona görə kütlənin də bizim üçün hər hansı bir önəmi yoxdur. Burada uçuş müddətini istəyir. T bərabərdir 2H bölü J. Bunu çıxartdım, bunu qoyacağım. 2 vur 180 bölünsün 10. Sıfırlar gedir. 2 vur 18, 36. Buradan da 6 saniye çıxır. Yine uçuş müddəti 2 vur 125 bölünsün 10. 250 bölü 10, 25. Buradan da 5 saniye çıxır. D variantı. Yazının altında qalıb, amma görünür. 20-ci sual. Cisim 5 metr hündürlükdən sərbəst düşür. Düşmə müddətini hesablayın. H bərabərdir JT kvadratı böl 2. Buradan da T'ni tapırıq. T də bərabərdir 2H bölü J kökün altında. 2 vurulsun 5 bölünsün 10. Buradan da 1 çıxacaq. 1 saniye. Sonra deyir, yerə hansı sürətlə dəyər. Demək, hündürlüyü dəyişirik. H hündürlüyündən düşəndə yerə dəymə sürəti V olubsa, 2H hündürlüyündən düşəndə yerə dəymə sürəti. Bayaq yuxarıda V bərabərdir kök altı 2JH yazdıq. O da H bərabərdir V kvadratı böl 2J'dən çıxmışdı. Deməli, H-la kök altı düz asılıdır. H 2 dəfə artıbsa, sürət kök altı 2 dəfə artar. Burada da sürət kök altı 3 dəfə artacaq. 23-cü sual. İpə bağlanmış cisim müəyyən hündürlükdə şaquli müstəvidə çeviri üzrə bərabər sürətlə fırladılır. Cisim A nöqtəsində olduqda ip buraxılarsa, onun hərəkət trayektoriyası hansı şəkildə düzgün təsvir olunur? Bunu biz sürətlə fırladıb, axırda buraxsaq, elə dümdüz yuxarı doğru gedəcək. Çünki nə olacaq? Sürəti çevrəyə toxunan istiqamətdə olacaq. Çevrə mövzusundan bilirsiniz. Toxunan da yuxarı yönəlir. A variantı. 24, 25 bir-birinə çox oxşur. Deməli, cisim yerə gəldikcə sürəti artır. Cisim nə qədər böyük hündürlükdən gəlirsə, sürəti yerə gəldikcə o qədər çox artır. Bunu kimi fikirləşin. Məsəl üçün də bu hündürlükdən bu qədər bir hündürlüyündə əlimdə bir daş var. Mən bunu belə atsam, bu məni ağrıtmayacaq. Amma o daşı mən tutaq ki, 100 metr bir hündürlükdən atsam, o məni incidəcək, yaralayacaq. Çünki orada sürət böyük olacaq. Amma təcil dəyişməyəcək. Çünki təcili yer kürəsi verir. Hamısı da J təcili alır. V2, V1-dən böyükdür, amma təcillər eynidir. Burada da eyni şey impuls və qüvvə üçün eləyirik. Sürətin yerində impuls durur. Təcilin yerində də qüvvə durur. 2-nin impulsu 1-dən daha böyükdür, amma qüvvələr eynidir. Y variantı. 26. Bir cismi sükunət halından üfüqi istiqamətdə hansı sabit təcillə hərəkətə başlamalıdır ki, özündən 1,5 metr məsafədəki N nöqtəsinə 20 metr yüksəklikdən sərbəst düşən cisim ilə eyni vaxtda çatsın. Burada bir N nöqtəsi var. Bir dənə adam piyada gəlir burada. Biri də hündürlükdən düşür. Biz indi elə eləməliyik, ikisi də eyni vaxtda çatsın. İkisi üçün də hərəkət tənliyi yazıram. Adam üçün yazacağım S1 bərabərdir AT kvadratı böl 2. Və eyni vaxtda gəlib çatırlar deyənə mən buradan T'ləri tapacağım. Buradan T'ni tapanda verəcək bizə 2S bölünsün A kökün altında. O biri də hündürlükdən düşür. Mən yazacağım H bərabərdir JT kvadratı böl 2. Buradan T'ni tapanda T verəcək mənə 2H bölünsün J kökün altında. Bu iki tənliyi mən bərabərləşdirəcəm. Kökləri də atıram. 2'ləri də ixtisar edirəm. 2'lər onsuz gedirdi. İkisində də 2 var. Kökləri də atıram. Qalır S bölünsün A bərabərdir H böl J'yə. Düzdür? İndi bizə bu adam da mən dedim. Nəsə bir cisimdir də indi. Bunun təcili lazımdır. A-nı da buradan tapanda S vur J böl H olur. İndi bunu hesablayırıq. S-im nə verir mənə? Məsafəm 1,5, J 10'dur. Hündürlüyü də 20 metrdir. Bunları ixtisar eləyəndə 1,5'i 2'yə böləndə %75 metr böl saniyə kvadrat olacaq təcil. O da bizə B variantı. Şəkli özləri verib, bu bir səhifədə qalmışdı deyəni mən bir də çəkmişəm.
27. Cisim yer radiusuna bərabər hündürlükdən yerə doğru hərəkət edir. Hərəkət necə olar? Yerin radiusuna bərabər hündürlük. Bundan qabaqki misallarda ağırlıq qüvvəsi bölməsinin digər bölmələrində. Yerin radiusunun mötərizədə yadınızdadırsa 6400 kilometr vermişdi. Təsəvvür edin ki, nəsə bir cisimdir. Biz onu 6400 kilometrlik hündürlükdən yerə buraxmışıq. Onda bu çox böyük məsafədir. Cisim yerə yaxınlaşdıqca cisim yer bu cismi daha böyük qüvvə ilə cəzb eləyəcək. Daha böyük qüvvə ilə cəzb elədiyinə görə də təcil artacaq. Və biz demişdik, cisimlər yerə gələndə sürət də artır, deməli yeyinləşən olacaq. Artan təcillə yeyinləşən. Cisim əgər yerin atmosferi daxilindədirsə, bir neçə metrlik bir məsafədədirsə, orada təcildə hər hansı bir dəyişiklik olmur. Çünki yerin səthinə onsuz da yaxındır. Amma bu çox böyük bir hündürlükdür. Yerin radiusunu nə vermişdi? 6400 vermişdi, 64000. Nəysə, ikisi də böyük hündürlükdür də, başa düşdünüz mü nədir? 28. Yer səthi yaxınlığında cismin hər hansı hündürlükdən sərbəst düşmə müddəti t-dir. Kütləsi yerin kütləsinə bərabər, radiusu yerin radiusunun 2 dəfə böyük olan planetin səthi yaxınlığında eyni hündürlükdən cismin sərbəst düşmə müddəti. Tamam, sualı oxuduq. Deməli, nə olur? 2 dənə planet var, biri bizimkidir. Bizimkində bu cisim müəyyən hündürlükdən t zamanı ərzində yerə gəlib çatıb. İndi başqa bir planetdə həmin qədər hündürlükdən cismi atırıq, amma nə qədər müddətə yerə gəlib çatar, bunu araşdırırıq. Onda mən nə edə bilərəm? Yazaram ki, h bərabərdir gt kvadratı bölü 2. T-ni buradan tapanda, çünki araşdırdığım zamanda deyənə mən ilk zamanı tapmaq istəyirəm, kökün altında, belə. Yer səthi üçün olacaq deməli 2h böl. Balaca j-ni də açacağım bu arada. Açacağım j, m yer bölünsün r yer kvadratı kimi. O da yuxarı qalxacaq. Buna biz t dedik. Gedirik indi planet üçün yazmağa. O da verəcək 2h böl. Nə? J verməlidir. J planet. Planet üçün açanda böyük j, m planet böl r planet kvadratı. O da yuxarı qalxacaq. İndi dediyi əvəzləmələri yazıram. Deyir, kütləsi yerin kütləsinə bərabərdir. Radiususa yerin radiusunun 2 dəfə böyüdür. Deməli, buradakı fərq radiusdadır. Yazırıq 2h. R planetin yerinə 2 dənə r yer yazıram. Kvadrata yüksəldəndə 4 r yer kvadratı eləyəcək. Böl. J kütlələr eynidir. M yer kimi əvəz eləyirəm. İndi burada nə olacaq? 4 kökdən çıxanda 2 kimi çıxardacaq. Yuxarıda da mən 2h, kökün altında 2h, r yer kvadratı böl j, m yeri yazmışdım t kimi. Bir dənə burada artıq 4-də onu da kökdən azad eləyəndə 2 kimi qalır. Qalan ifadə də t-dir deyəndə t-ni yazıram bura. 2t verdi. 29-da isə radius 2 dəfə kiçikdir. Kütlələr yenə eynidir. Mən indi bura 4 r yer kvadratı yox, radius 2 dəfə kiçikdir deyəndə böl 4 olacaq. Elə bil ki, r planet r yer böl 2-dir. Kvadrata yüksəldəndə r yer kvadratı böl 4-dür. 4 də burada kökdən 2 kimi çıxacaq. T böl 2 verəcək. C variantı. 30-cu sual V2 böl V1 nisbəti istəyir. Burada kütlələrin hər hansısa bir fərqi yoxdur bizim üçün. Buradakı fərq təkcə h-dadır. Və V üçün də kök altı 2j düsturu varsa, h-dan kök altı düz asılıdır. Kök altı düz asılıdır. Onda kök çəkərik. h2 böl h1 yazarıq. O da 4h bölünsün h verəcək. H-dar gedəcək, kök 4-dən də 4 çıxacaq. Eyni şey burada eləsək, kök altında 9h bölünsün h, h-dar gedir, kök altında 9-dan da 3 çıxır. Bu bölmə də hazırdır. Videonu bəyənməyi, paylaşmağı, şərhdə fikirlərinizi yazmağı yaddan çıxartmayın. Sağ olun.